Dadaş adlı izləyicimiz bildirir ki, Ahmet Quluzadə peşəkar futbolçu, Xanoğlan peşəkar jurnalist kimi sizin fikriniz maraqlıdır. Bu il Qarabağ zəif oldu, yoxsa Sabah güclü oldu? Bu suallar çox verilir. Biz də verilişlərdə zaman-zaman çox müzakirə eləmişik. Burada hər iki faktor var, hər iki amil var. Həm Qarabağ liqada zəif oldu, bu təbiidir. Çünki dünyanın ən böyük klubları belə. Bugün Atletico Madrid yarımfinal mərhələsinə qədər yüksəlib, amma liqada işləri heç də yolunda deyil. Yəni, təbiidir, Liverpool olsun. Görürsən ki, Liverpool kimi əzəmətli komanda hər iki cəbhədə mübarizə aparmaqda çətinlik yaşayır. PSG son Çempionlar Liqasının qalibidir. Liverpool ilk oyundan sonra çempionat oyununu təxirə saldı. PSG heyətində dünya ulduzları çempionat oyununu təxirə saldı ki, Liverpoolla cavab görüşünə daha yaxşı hazırlaşa bilsin. Yəni, bu problem təkcə Qarabağla bağlı deyil. Yəni, dünya nəhənglərində belə bu... Əslində fikirlərinlə razıyam. Amma razılaşmadığım məqamlar da var. Məncə, Dadaş adlı izləyicimizin sualına belə cavab verə bilərik ki, Qarabağ həqiqətən də ölkəmiz üçün inanılmaz işlər görür və bu mövsümdə ən pik nöqtəsini yaşatdı bizlərə. Amma geri qayıdıb baxsaq, məncə bu il başda Sabah olmaqla digər komandalarımız daha belə deyək də, daha gücləndiyi üçün və o sənin verilişlərdə həmişə qeyd edirsən, Qarabağ bu Çempionlar Liqasındakı o itirdiyi gücü və çempionatımızın ən əfsusdakı Sabahın çox güclənməsi məncə əsas faktor idi ki, Qarabağ təbii ki, ona gəlməyə çalışırdım ki, burada iki detal rol oynayır da, sanki üst-üstə düşdü. Həm Qarabağın orada güc itirməsi təbii olaraq komandaya buradakı çıxışına təsir elədi. Ötən mövsümlərdə bu rəqabət yox idi. Həm o, həm də Qarabağ ötən mövsümlərdə bu qədər güc itirmirdi Avrokuboklarda. Bu il Çempionlar Liqası, həm komanda daha uzaq məsafəyə getdi, daha çox oyun keçirdi, daha ciddi rəqiblərlə qarşılaşdı. Biz heç vaxt Liverpool, Newcastle çapda olub, yalnız liqa mərhələsində də bizim məsələn oynamışıq Çempionlar Liqasında artıq başlayanda bilirdik ki, bir şansımız yoxdur. Bu mövsüm də elə idi. Qurban Qurbanovun özünün də açıqlaması vardı ki, görünən oldu ki, hesablamanı düzgün aparmadıq. Niyə? Gəl Ahmet razılaşaq ki, tək Qarabağ yox. Bəli, bu arada Qarabağ Turan-Tovuz oyunu bitdi. Qarabağ 2-1 hesabı ilə qələbə qazandı. Gəl razılaşaq ki, heç birimiz Qarabağın bu çıxışını proqnozlaşdırmırdıq. Heç kim proqnozlaşdırmırdı. Hamı maksimum Kopenhagenin oyunda bir qələbə gözləyirdi və salam. Yəni, oradakı nəticələr birbaşa ora köklənməyə daha çox zaman ayırırdın, daha çox fokuslanırdın Çempionlar Liqasında. Bu da normaldır da, yəni. Bu da normaldır və güc itirirdin. Bununla paralel olaraq Sabahın da güclənməsi Qarabağ üçün 2 qat zərbə oldu. Qarabağ, xüsusilə Sabahın o son transferləri, Simit, Puxac, bu futbolçular Sabaha çox güc qatdı. İndi bir qədər sonra Sabahla bağlı geniş danışacağıq. Yəni, hər iki amilin burada rolu var idi. Turanla bağlı danışası olsaq, mən nəyə qeyd etmək istəyirəm? Bəli, 32 ildən sonra Avrokuboklara getmək bir bölgə üçün, xüsusilə də Tovuz bilirik ki, futbol şəhəridir, Gəncə, Tovuz, Lənkəran, Qusar, bu bölgələrdə böyük futbolun olması hamımızı sevindirir. Həqiqətən, yəni Avrokubokların Tovuza gedəcəyi böyük ehtimal da ki, ən azı bir mərhələ Tovuzda keçiriləcək, azarkeşlərin önündə keçiriləcək. Hamımızı xoş eləyir. Amma bir məqam var ki, burada Avrokuboklara getmək o qədər də belə deyim, əlçatmaz bir vəzifə deyil, Ahmet. Yəni, biz son illərə baxası olsaq, ötən mövsüm Araz Naxçıvan, qısa müddətdə 1-ci liqadan gəlmiş komanda, müəyyən transferlər, müəyyən toxunuşlar. Sırf heyətlə bağlı. Evet, getdilər Avrokuboklara. Ondan əvvəlki il Sumqayıt komandası. Yəni, kiçik büdcə ilə, məhdud büdcə ilə, yəni Samir Abbasov, yəni əvvəlki illərdə Ayxan Abbasovun dönəmində də olub, məhdud büdcəyə müəyyən bir komanda heç böyük transferlər də eləməmişdilər. Getdilər Avrokuboklara. Burada məsələ, bizim yaxşı bir deyimimiz var. Biləcərdən o tərəfdə nə ilə yadda qalacaq? Mən hər zaman deyirəm ki, Qarabağın buradakı 10 çempionluğu və s. bu o qədər də mənim üçün önəmli deyil. Önəmli olan bir futbol azarkeşi üçün, bir futbol camiyyəsi üçün bu klublarımızın hava limanından ayrılıb Avrokuboklara gedəcəkləri, orada nə ilə yadda qalacaqlarıdır. Yəni, bu günlər Qarabağa qarşı mən o nöqteyi nəzərdən narahatlığımı bildirirəm ki, yəni, yarımcan Qarabağla oyunda bu qədər sıxıntı yaşamalı deyil Turan. Əslində, qış falsəsindən qayıdan kimi 1-0 uduzduğu oyun vardı Turan-Tovuzun. Həmin oyunu Turan çox yaxşı oynamışdı. Qarabağa qarşı çox yaxşı futbol oynamışdı. Bilmirəm, bu oyuna yəni
daha yaxşı hazırlaşa bilməmişdilər. Bəlkə Qarabağın bu itkiləri fonunda formalaşan yeni heyət Berdiyev üçün bir qədər sürpriz oldu. Nədənsə, yəni baxdığım o 75 dəqiqədə Turan Tovuzun ciddi bir varlığı meydanda bilinmədi.